Məmmədova Aysel 1995-ci il 28 sentyabr tarixində Bakı şəhəri Binəqədi rayonunda anadan olub. 2002-ci ildə Bakı şəhəri Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub, 2011-ci ildə həmin məktəbi bitirib. Həmin ildə Bakı Sosial-Pedaqoji Kollecinə daxil olub, məktəbəqədər təhsildə korreksiya edici təlim və tərbiyə ixtisası üzrə təhsil alıb və 2015-ci ildə məzun olub. Peşə fəaliyyətinə məktəbəqədər təhsil müəssisəsində başlamış, bir müddət uşaq bağçasında çalışaraq uşaqların inkişafı və təlim-tərbiyəsi sahəsində təcrübə qazanıb. Hazırda 8-9 aydakı Logoline mərkəzində fəaliyyət göstərir. Korreksiya edici təlim və inkişaf sahəsində uşaqlarla fərdi şəkildə çalışaraq onların nitq, ünsiyyət və inkişaf bacarıqlarının formalaşdırılmasına dəstək olur. Uşaqların hansı yaşa qədər danışmaması normal hesab olunur? İlk sözlər adətən 12-18 ay arasında başlayır. 2 yaşındakı uşaq ən azı 50-yə yaxın söz bilməli, ikili cümlələr qurmalıdır. Lakin 2 yaşına çatmış uşaq hələ də danışmırsa, bu zaman loqopedik qiymətləndirilmə aparılmalıdır. Oğlan uşaqları gec danışır fikri doğrudurmu? Xeyr, oğlan uşaqlarında nitq pozulmaları daha çox müşahidə olunsa da, bu danışmamağa əsas vermir. Yaş həddi həm qız, həm oğlan uşaqlarında eynidir. İki dilli böyüyən uşaqlarda nitq gecikməsi daha çox olurmu? Xeyr, iki dili eyni anda öyrənmək nitq pozulması yaratmır. Lakin söz ehtiyatı iki dil arasında bölünə bilər. Hər iki dildə gecikmələr yaranarsa, bu zaman qiymətləndirilmə aparılmalıdır. Telefon və planşet nitq inkişafına necə təsir edir? Uzun müddət ekran qarşısında olmaq canlı ünsiyyəti azaldır. Nitq isə insanlarla canlı ünsiyyət əsnasında yaranır. Buna görə həddindən artıq ekran istifadəsi canlı ünsiyyəti azaldır. Əgər siz də peşəkar loqoped olmaq istəyirsinizsə, nəzəri biliklərlə yanaşı praktik məlumatlar əldə etmək istəyirsinizsə, elə isə bu kurs sizin üçündür. Kurs daxilində müəllifi olduğum kitabları əldə edəcəksiniz. Buraya klonik kəkələmədən addım-addım uzaqlaş, tonik kəkələmədən addım-addım uzaqlaş və qarışıq kəkələmədən addım-addım uzaqlaş. Eyni zamanda kəkələmədə istifadə etdiyiniz terapiya materiallarını əldə edəcəksiniz. Yanaşı olaraq afaziyada kommunikativ bacarıqların inkişafı, alaliyada diaqnostika və reabilitasiya, dislaliyanın diaqnostik edici təlim proqramı, dizartriyada nitq qəzəllərin funksional inkişafı, rinaliyada rezonans pozuntuların aradan qaldırılması kitablarını əldə edəcəksiniz. Sizlər də kurs dolu kitablar əldə etmək istəyirsinizsə, bu sahədə peşəkar olmaq istəyirsinizsə, elə isə A-dan Z-yə loqopediya kursumuzu qaçırmayın. Gündə neçə saat ekran vaxtı nitq inkişafı üçün təhlükəsiz hesab olunur? 2 yaşadək uşaqlara ekran tövsiyə edilmir. 2-5 yaş arası uşaqlara isə gün ərzində maksimum 1 saat olmaqla valideyn nəzarəti altında istifadə etməyi tövsiyə edilir. Hər gec danışan uşaq autizmli olurmu? Nitq gecikmələrinin müxtəlif səbəbləri ola bilər. Autizm sadəcə bunlardan biridir. Diaqnoz isə yalnız mütəxəssis tərəfindən aparılmalıdır. Nitqi olmayan uşaq danışa bilərmi? Bəli, düzgün diaqnostika və erkən terapiya əsasında bir çox uşaqlar danışa bilər. Bu uşağın xüsusiyyətlərindən asılıdır. Səsi neçə yaşa qədər formalaşmalıdır? Adətən 5-6 yaşa qədər r səsinin düzgün tələffüzü formalaşdırılmalıdır. Ağızdan nəfəs alma nitqə təsir edirmi? Bəli, uzun müddət ağızdan nəfəs alma üst çənə inkişafına, artikulyasiyaya və nitqə mənfi təsir göstərə bilər. Loqopedlərin ən çox eşitdiyi yanlış fikirlər hansılardır? Böyüyəndə özü düzələr, oğlan uşaqları gec danışır, böyüyəndə özü öyrənər kimi fikirlərin heç bir elmi əsası yoxdur. Hörmətli valideynlər, sizlərin də hər hansısa bir övladınızda bu kimi hallar yaşanarsa, sizləri Mehdabad qəsəbəsində yerləşən Logoline Psixoloji Nitq və İnkişaf Mərkəzinə dəvət edirik.